Dərsimiz olur basketbol. Basketbol ingilis dilindən tərcümədə. Basket səbət, bol isə top deməkdir. Yaranma tarixinə baxırıq müəllimlər. Yaranma tarixi deməli 1891-ci ildə ABŞ-da yaranıbdır və bədən tərbiyə, yəni kollecin bədən tərbiyəsi müəllimi James Nemis tərəfindən yaradılıbdır. Voleybol Federasiyası ilk dəfə 1932-ci ildə Beynəlxalq Federasiya yaradıldı, yəni BBF. İlk dəfə olaraq Olimpiya oyunlarına 1935-ci ildə daxil edildi, amma ancaq oynanılmadı, yadınızda qalsın. Daxil edilmə tarixi 1935-ci ildir. Oyunlarda iştirakçılar, yəni kişilər 1936-cı ildə kişilər Olimpiya oyunlarında iştirak etmişdi. 1976-cı ildə isə artıq qadınlar da deməli 21-ci yay Olimpiya oyunlarına daxil edildi. Deməli kişilər 1936-cı ildə Olimpiya oyunlarında iştirak edib, qadınlar isə 1976-cı ildə iştirak etmiş oldu. Deməli, Azərbaycanda yaranma tarixinə baxırıq müəllimlər. 1920-ci ildə Azərbaycan basketbolunun inkişafı başlanıb. 93-cü ildə Basketbol Federasiyası Azərbaycanda yarandı. 94-cü ildə ABF və FIBA-ya üzvü qəbul edilmişdir. 1997-ci ildə beynəlxalq, deməli, yarışlarda iştirak etmədiyinə görə üzvlükdən kənarlaşdırılmışdı. Artıq 2000-ci ildə yenidən, deməli, ABF-yə və FIBA-ya üzv qəbul edilmişdi. Deməli, basketbolumuz bir daha təkrar edək. 1891-ci ildə yarandı. 32-ci ildə FIBA-ya üzv oldu, federasiyası yaradıldı 1932-ci ildə. 1935-ci ildə basketbol Olimpiya oyunlarına daxil edildi. 36-cı ildə isə Olimpiya oyunlarında ilk dəfə olaraq kişilər iştirak etdi. Deməli, 1976-cı ildə də qadınlar iştirak etmişdir Olimpiya oyunlarında. Azərbaycanda yaranma tarixi 1920. Azərbaycan Basketbol Federasiyası yarandı 93-də, 94-də ABF və FIBA-ya üzv qeyd edilmişdi. 97-də yarışlarda iştirak etmədiyinə görə üzvlükdən kənarlaşdırıb, 2000-ci ildə yenidən üzvə qayıdılmışdı da, üzv qəbul edilmişdi. İndi isə baxırıq qaydalarımıza, bir də baxaq müəllimlər, Basketbol Federasiyasının prezidenti kimdir? Emin Əmrullayev. Bilirik ki, Emin Əmrullayev bizim təhsil nazirimizdir. Basketbolun indi isə baxaq qaydalarına. Basketbol müəllimlər iki hissədən oynanılan bir oyundur. Yəni bizim iki hissəmiz olur basketbolda. İki hissə və plus 4 period. Və iki hissə plus 4 period deməkdir, nə deməkdir? Yəni bizim hər hissəmiz 2 perioddur. Ümumi hissələrimiz deməli 4 period gedir. Deməli, ümumi 40 dəqiqə oynanılır. Hissələr 20 dəqiqədir. Periodlarımız isə 10 dəqiqə. Yadınızda qalsın. Deməli, ümumi basketbol oyunu neçə dəqiqə oynanıldı? 40 dəqiqə. 40 dəqiqə basketbol oynadılardı. Hər hissəmiz oldu 20 dəqiqə. Bir hissəmiz 20, ikinci hissəmiz də 20. Bizim periodlarımız var. Periodlarımız da dedik 4 period olur. Hər periodumuz isə deməli 10 dəqiqədir. Periodlarımızda müəllimlər, periodlar arasında fasilə olur. Deməli, hissələr arasında fasiləmiz, burada da qeyd edilib, 15 dəqiqədir. Amma periodlar arasındakı gəlin fasiləyə nəzər salaq. Deməli, periodlar arasındakı fasiləmiz necə olur? Bizim birinci plus ikinci period arasında 2 dəqiqə müəllimlər fasilə olur. İkinci ilə ancaq üçüncü period arasında 15 dəqiqə. Niyə 15 dəqiqə? Çünki
bizim ikinci periyod qurtardıqda birinci hissə belə deyək də, başa çatmış olur. İkinci hissə başlayır. Biz ikinci hissəyə başlayarkən üçüncü periyoda keçid alırıq. Məhz ona görə ikinci və üçüncü periyod arası fasiləmiş 15 dəqiqə olur. Yenidən üçüncü plus dördüncü olan isə yenə 2 dəqiqədir. Deməli, ikinci periyodumuzun arasında 2 dəqiqə, 2 və üçüncü periyodumuzun arasında 15 dəqiqə, 3 və dördüncü periyodumuzun arasında da deməli olur, deməli 3 və dördüncü periyodumuzun arasında da 2 dəqiqə fasilə olunur və bunu belə yadımızda saxlayırıq. İndi isə baxırıq biz time-out-a. Time-outlar nədir müəllimlər? Time-out istirahət vaxtıdır. Bax, time-out-u burada qeyd etmişik. Time-out istirahət vaxtıdır. Biz deməli ümumi basketbolda deməli 5 dəfə time-out götürə bilərik. Birinci və ikinci periyodlarımız, yəni birinci hissəmizdə 2 dəfə time-out götürürük. Deməli, ikinci hissəmizdə isə 3 və dördüncü periyodlarda 3 dəfə time-out götürmək haqqımız var. Biz deməli birinci hissədə, yəni birinci və ikinci periyodda əgər time-outlarımızı götürməmişiksə, belə deyək, artıq avtomatik olaraq silinir. Deməli, üçüncü və dördüncü periyodumuzda həmən deməli time-out'u keçmir. Üçüncü dedik, dördüncü periyodumuzda, yəni ikinci hissəmizdə 3 dəfə periyod götürürük və bunlardan da əgər oyuna 2 dəqiqə vaxt qalıbsa, artıq bir dənəsi silinmiş olur. Bax, periyodlarımızın da vaxtı 1 dəqiqəsi periyod deyirəm, üzr sayın. Time-out'umuzun ümumi vaxtı 60 saniyədir. Yəni 60 saniyə vaxt verilir. Bir time-out'umuz 60 saniyədir. Sonra burada müəllimlər dedik ki, time-out nədir? İstirahət vaxtıdır, 60 saniyə olur. Bizdə bir də əlavə hissəmiz olur ki, burada da bir dəfə əlavə periyodumuzda time-out götürə bilirik. Biz əgər belə deyək, basketbol təmiz vaxtla oynanılan oyundur. Belə deyək də, əgər qalib müəyyən olunmursa, 5 dəqiqə əlavə hissə verilir. Yenə qalib müəyyən olunmursa, bir daha 5 dəqiqə əlavə vaxt verilir. Belə deyək də, ta ki qalib elan olunana qədər əlavə 5 dəqiqə vaxtlarımız olur ki, burada da bir dəfə time-out götürmək haqqımız var idi. Və bu bizim ümumi nəyimiz oldu? Deməli, time-outlarımız. İndi isə müəllimlər, gəlin baxaq, bizim oyunçularımız var burada. Biz dedik, burada elə yazılmışdı ki, basketbol təmiz vaxtla oynanılır. Gərək qalib elan eləyək burada. Biz də bir də nəzərdə salım ki, qalib elan olunana qədər deməli, gərək 2 xal fərqimiz ola ki, 2 xal qalib elan oluna burada da. Təmiz vaxtla oynanılır. Oyunçu deməli neçə nəfərdən ibarətdir? Oyunçu ümumi 12 nəfərdən ibarətdir. Bax, gördüyünüz kimi qeyd edilib. 5 meydan, yəni 5 əsas, 7 ehtiyat oyuncu. Neçə əsasımız oldu? 5 əsas, 7 ehtiyat. Meydan, yəni biz meydana çıxarkən 5 dənə əsasdır ki, oyunçumuzun hamısı yerində olsun. Ehtiyat oyuncumuz müəllimlər olmasa da ola bilər, 5 də gələ bilər, 6 da və yaxud 4 nəfər də, 1 nəfərlə də ehtiyat oyuncu ilə gələ bilərik. Amma bizim əsasdır ki, 5 dənə meydan oyuncumuz, əsas oyuncumuz vaxt belə deyək də, oyun başlayanda meydançada olsun. Əgər 5 nəfərlə əsas oyuncu heyəti ilə komanda oyuna gəlməyibsə, texniki məğlubiyyət verilir. Texniki məğlubiyyəti də verilməmişdən qabaq 15 dəqiqə vaxt verilir, gözlənilir ki, komanda heyəti bərpa olunsun. Əgər komanda heyəti 5 nəfər deyilsə, yadınızda qalsın, artıq deməli texniki məğlubiyyət verilir.
Və bu da bizim oyunçularımızdır. Amma oyun gedə-gedə bir də buna da nəzər salaq. Oyun gedə-gedə, məsəl üçün, bizim neçə nəfərlə oynamaq imkanımız ola bilər? Ola bilər ki, 3-cü, 2-ci periodlarda oyunçularımız qeyri-idman folalar, texniki idman folalar ki, əsas heyətdən idmançılarımız çıxarılır da bu zaman. Oyundan xaric edilir. Bu zaman biz 4 nəfərlə də oynaya bilərik, 3 nəfərlə də, 2 nəfərlə də. Deməli, maksimum oyun zamanı, oyun gedişatında, oyuna başlayarkən 5 nəfər əsasdır orada ola. Oyun gedişatında 4 nəfərlə də oynamaq olur, 3 və 2. Amma artıq 1 nəfər qaldıqda oyuna texniki məğlubiyyət verilir. Yəni, komandaya texniki məğlubiyyət verilir. Gərəkdir ki, nə olsun? Deməli, oyunçular yerində olsun, oyun başlayarkən bir də oyun gedişatında oyunçuların sayı 2 nəfərdən az olmalı deyil. İndi isə baxırıq biz meydançamıza. Meydançamızda gəlin baxaq görək. Meydançamızın uzunluğu belə deyək də eni nə qədərdir? Mən sizə meydançamızın şəklini burada göstərəcəm. Və bu bizim meydançamızdır. Basketbol oyunu oynayarkən meydançamızın uzunluğu, yəni uzunluq müəllimlər budur. Yan xəttdən başlayaraq 28 metr bizim oyun meydançamızın uzunudur. Eni də bax budur. Eni isə 15 metr. Deməli uzunu neçə oldu? Uzunu 28, eni isə 15 metrdir. Cərmə atış xətti. Bax, bu cərmə atış xətti müəllimlər buradır ki, bu 5.80-dan atılır. Bax, cərmələrimiz buradan atılır. Bu da 5.80-lıq nöqtədəndir. Xətlərimiz, bax, bu xətlərimizi ki, görürsünüz. Bu xətlərimizin hamısının deməli eni 5 sm-dır. Və bu bizim oldu meydançamızın ölçüsü. İndi baxağın sizlə topumuzun ölçüsünə. Görək, bəs buradakı topumuzun ölçüsü neçədir? Topumuz müəllimlər, baxın budur. Topumuz da qadınlar üçün fərqlidir, kişilər üçün fərqlidir. Qadınlar üçün topumuzun çevrəsi, deməli, çevrə yəni bu deməkdir. Çevrəsi 724 737 millimetrdir. Çəkisi isə 510, deməli 567. Deməli çevrəmiz neçə oldu? 724 737. Bax 24-dür. Burada yazı səhv gedib. 724 737. Çəkimiz isə qadınlar üçün 510 567. Kişilər üçün görək neçədir? Kişilər üçün isə topumuzun çevrəsi, yəni bunu yenə göstərirəm. Çevrəsi 700, deməli 49 780 millimetr, deməli bizim topumuzun çevrəsidir. Çəkisi isə 567 650 qram. Deməli qadınların minimum çəkisi, deməli maksimum bağışlayın, maksimum çəkisi, kişilərin isə deməli minimum topunda çəkisidir. Bax bu da oldu bizim meydançamızda olan topumuzun ölçüləri. İndi bizim meydançamızda nəzər salmadığımız yerlərimiz qalıb. Onları bir daha nəzər salaq. Meydançamızda nəyə baxırıq? Səbətimizə. Baxın, səbətimizin hündürlüyü. Səbət görürsünüz, yerdən hündürlüyü 3 metr. Bax, bura qədər. Yerdən hündürlük 3 metr 5 santimdir. 5 santim. Səbətin diametri. Diametr nədir? Eni 45 santim. Səbətin torunun, yəni torumuzun, bu tordur da, uzunluğu da 45 santimdir. Bax, deməli neçə oldu? Deməli, səbətimizin hündürlüyü yerdən 3 metr 5 santim. Səbətimizin diametri 45 santim. Torun uzunluğu 45 santim. İndi burada bizdə qalıb müəllimlər lövhəni də qeyd etmək. Lövhəmizi də qeyd edək. Lövhəmiz, baxın budur, lövhəmizdir bu. Lövhəmizin deməli olur uzunluğu, bu uzunluğu 1.80 uzunudur. Eni isə 1 metr 5 santim, yadımızda qalsın. 1 metr 5 santim. Deməli, uzunluq necə oldu? 1.80 uzunluğu
eni isə 1 metr 5 sm, uzunluq belə, eni isə belə formada gəlir. Və bu da oldu, deməli, səbətimiz və lövhə haqqında məlumatımız. İndi müəllimlər biz nəyə baxırıq? İndi biz sizlə baxacağıq. Burada basketbolda saniyələr var. Saniyələrimiz nədir? Saniyələrimiz necə tətbiq edir oyunumuzda? Biz dedik ki, basketbol təmiz vaxtla oynanılır. Bax, burada da qeyd edilib saniyələrimiz. Deməli, saniyələrimizdən 3 saniyə var, 5 saniyə var, 8 saniyə, 24 saniyə, bir də 14 saniyə anlayışı var. Bax, 3 saniyə nədir? 3 saniyə oyunçular rəqib komandanın cərimə meydançasında topsuz halda 3 saniyədən artıq qalmağa icazə verilmir. Bundan əlavə, məhz burada torun altında da, bu hissədə, torun altında da, bu hissədə bizim komanda, rəqib komandanın torunun altında 3 saniyədən artıq qala bilməz. Bir də topsuz haldadırsa, artıq burada meydançada da 3 saniyədən artıq qala bilməz. Bir də topsuz halda neçə addım ata bilməz? 2 addım. Topsuz halda, deməli, addım ata bilməz. Gərək topla çiliyə-çiliyə gedəsən burada. Topsuz halda deyirəm, üzr sayın, top əlimizdə 2 addımdan artıq. Top əlimizdə 2 addımdan artıq gedə bilmərik. Bir də məhz topu əlimizdə də 2 addımdan artıq saxlaya bilmərik. Çünki biz topu çiləməliyik. Əgər 2 addımdan artıq oldusa, biz cərimə atışı həyata keçiririk. Elə 5 saniyədən də artıq biz yox, rəqib gəlib, yəni bizə cərimə atışı həyata keçirir. Deməli, 3 saniyə bu oldu. 5 saniyə nədir? Basketbolcu dayanaraq özündə 5 saniyədən artıq topu dediyim kimi saxlaya bilməz. Sonra cərimə atışları atırıq ki, bayaq ki dedim ki, bizim buradadır cərimə atış xəttimiz. Buradan durub cərimə atışları ki atırıq və bu cərimə atışlarını 5 saniyə ərzində yerinə yetirməliyik. Bizə 5 saniyə vaxt verilir ki, biz topu səbətə ataq. Sonra bir də topu yan xəttdən, yan xətt müəllimlər bunlardır, buradır. Topu yan xəttdən oyuna daxil edərkən də 5 saniyə ərzində deməli topu oyuna yetirməliyik, oyuna daxil etməliyik də, yəni cərbəmizi yerinə yetirməliyik. Sonra 8 saniyə nədir? 8 saniyə hücum edən komanda deməli mərkəz xəttini, yəni öz meydançasını 8 saniyədə tərk etməlidir. Məsəl üçün, bu A komandasıdır, bu da B komandasıdır. Topu hakim belə deyək də hava atışı ilə mərkəzdən durub atır. Top buradan atandan sonra mən 8 saniyə ərzində öz meydançamdan digər meydançaya keçməliyəm. 8 saniyə deməli ərzində öz meydançamı nə etməliyəm? Tərk etməliyəm, yəni rəqib komandaya hücum etməliyəm. 24 saniyə nədir? 24 saniyə içində hücumunu tamamlamaq məcburiyyətindəsən. Yəni bizə 24 saniyə vaxt verilir ki, hücum edək. Top oyuna buraxıldı, mən hücumuma başlamalıyam. Rəqib komanda qarşıdır ki, mən deməli hücum edəm. Hücum 24 saniyə bitməlidir. Çünki təmiz vaxtla oynanılır. Bəs 24 saniyə ərzindən sonra burada 14 saniyə ərzi demək nə deməkdir? Baxın, yadınızda qalsın. 14 saniyə necə olur ki, 14 saniyə məsələsi gəlir ortaya. 14 saniyədir. Bax, burada bayaq dedim ki, bizə hücum vaxtı 24 saniyə veriblər, düzdür? Biz hücum edirik. Hücum edərkən vaxtlar burada qeyd edilir. 24, 23, bax burada lövhədə vaxtlar gedir müəllimlər. 1-1, 22, bax burada qeyd edilib, göstərilir ki, yəni vaxt gedir də. Mən bu 24 saniyə ərzində hücumu etməliyəm. Mən hücumu etdim, topum gəldi, səbətə dəydi və qayıtdı mənə. Deməli, avtomatik mənim saniyəm 14 saniyəyə düşür. Yox, əgər burada gedibsə, deməli, vaxt lap 7 saniyə qalıb və yaxud da 14 saniyədir və yaxud da 4-3 saniyədir. Burada 24 saniyədən, yəni bu vaxtlar qalıb da, mən topu yenidən səbətə atıram. Səbətə dəyib avtomatik mənə qayıdırsa,
O zaman da 14 saniyəyə qalxır. Bir, belə deyək, çox vaxt olarsa, top səbətə dəyib mənə qaydırsa da avtomatik 14 saniyəyə düşür. Yox, vaxtım 14 saniyə və yaxud da 7, 4 saniyədirsə, yenə səbətə dəyib mənə qayıtsa, avtomatik top deməli qayıdaraq saniyə 14 saniyəyə keçir. Bax 14 saniyə anlayışı budur. Ancaq lövhəyə dəydi, qayıtdısa, vaxt ilə ard-arda gedir, çıxarılır. Yəni bunun heç bir aidiyyatı yoxdur. Ancaq səbətə dəyib qayıdırsa, bu zaman deməli avtomatik 14 saniyə düşmüş olur. Lövhəyə dəyməyin nə yoxdur? Heç bir təsiri yoxdur müəllimlər, yadınızda qalsın. İndi mən sizlərlə baxırıq xallara. Xallarımız necə verilir? Xallarımız deməli necə belə deyək də olur. Xal deməli udana ümumi 2 xal verilir. Uduzana 1 xal, uduzana 1, texniki məğlubiyyəti isə 0. Texniki məğlubiyyət nə idi müəllimlər? Oyuna komanda tam belə deyək də gəlmədisə, 5 nəfərdən az gəldisə, o zaman texniki məğlubiyyət verilirdi. Bir də oyun gedərkən artıq bir nəfər oyunçum qalırdısa, onda da mənə texniki məğlubiyyət verilirdi. Deməli, xallarımız necə oldu? Udana 2, uduzana 1, texniki məğlubiyyəti isə 0 xal verilmiş olur. İndi burada baxırıq, deməli bizim xal atışlarımız var. Xal atışlarımız nədir? Xal atışlarımız bizim daxildən xal atışımız var, xaricdən, bir də deməli bir də cərimə atışlarımız. Bax burada bizim 6.75 daxilidir. Deməli 5.80 bizdə bu xəttdir. 6.75 bax bura qədər olan bizim xaricidir. Bax bura qədər 6.75-in daxili hesab edilir. Bax bu daxildən mən bircə dəqiqə, mən bu 6.75-in daxilindən topu atıram, gəlib səbətə düşürsə, deməli mənim 2 xal qazanmış olam, 2. Artıq bu daxildən kənarda 6.75-in xaricindən atıramsa, 3 xal qazanmış olam. Deməli, 6.75-in daxilindən atılan xallara 2, deməli, xaricindən atılan isə 3 xal verilir. Bəs bir xal var ki, bu da cərimə atışıdır. Cərimə atışları qayda pozuntusu zamanı verilir müəllimlər. Qayda pozuntusu olarsa, mən gəlib rəqibin qapısına 1.85-likdən bir cərimə atışı atmış oluram ki, bu da sırf 5.80-lıqdan belə deyim də 5.80-dan atılır. Deməli 6.75-in daxilindən atılan xallarımız 2, xaricindən atılarımız 3 xalla qiymətləndirilir. Cərimə atışlarımız isə 1 xalla qiymətləndirilmiş olur. Və bu daxil ki, deyirəm, müəllimlər, cərimə atışı fərqlidir də. Bizə cərimə verirlərsə, biz cərimə atışından atırıqsa birdir. Elə 65-in, deməli, belə deyək də, 6.75-in ümumi daxilində yerləşir bu 5.80-lik. Mən buradan adicə topu oynayıram da, basketbolu topa atıram içəriyə, toruna. Buradan da atsam 2 xaldır. Ancaq daxilindədir çünki. Ancaq cərimə atışları yerinə yetirərkən gəlirəm, dururam 5.80-dən və topu atıram. Bu zaman mənə bir xalla qiymətləndirilmiş olur. Və bu da bizim xallarımızdır. Sonra bizdə nə qaldı? Bizdə qalıbdır, belə deyək də, komandamızın fal limiti. Fal nədir müəllimlər? Qayda pozuntusu deməkdir. Hər komandanın bir dövrədə. Bir dövrə nədir müəllimlər? 10 dəqiqə vaxtdır. Bizim deməli dedik ki, dövrə yəni həm də period deməkdir. Bizim neçə periodumuz, yəni dövrəmiz olur? Basketbolda 4 dövrəmiz. 4 dövrə ərzində, yəni ümumi 40 dəqiqə ərzində bir komanda, baxın, bir komandanın deməli 4 fol limiti var. 4 dəfə qayda pozuntusu limiti var. Artıq 5-ci feldən sonra deməli komanda 5-ci folu edərsə, yadınızda qalsın, 2 cərimə atışı ilə cəzalandırılır. Rəqib gəlir bizim komandaya, deməli gəlir səbətimizə top atmış olur. Deməli, birinci periodda
mən 5 dənə komandam, yəni 5 dənə qayda pozuntusu etsə, artıq 5-ci folda və yaxud da ki, 6-cıda da ola bilər bu. 2 cərimə atışı ilə burada cəzalandırılmış olur. Bəs oyunçunun neçə fol limiti var? Oyunçunun, belə deyək də, ümumi basketbolda 5 fol limiti var. Deməli, komandamızın ümumidə yox, bir dənə periodunda 4 folu oldu. Amma bir dənə oyunçunun ümumi 4 period nəzərdə tutulur. Ümumi basketbol oyununda 5 fol verirlər. Artıq 5-ci folu etdisə oyunçu edə bilər. 5-ci folu bitiribdi, limiti bitirib. 6-cı folu edirsə oyunçu oyunundan kənarlaşır. Bax, yadınızda qalsın. Artıq 5-ci folu edirsə, 5-cidən sonra 6-cını, 6-cı folu edirsə, oyunçu oyuncudan kənarlaşır. Amma burada əgər belə deyək, komanda fol limitini bitirməyibsə də elə bil ki, rəqibə heç bir cərimə atışı verilə bilməz. Bitərsə əgər bir dənə cərimə atışı da məhz verilmiş olur. İndi burada bizim texniki follarımız var, qeyri-idman follarımız var, period folun dedim ki, necə olur, bir də diskvalifasiya var. Gəlin indi onlara baxaq. Basketbolda dedik, nə oldu? Period folları, yəni periodda cəza edəriksə, sonra qeyri-idman, texniki fol, bir də diskvalifasiya. Texniki fol. Bax, deməli, texniki folu edirsə, bir cərimə atışı ilə cəzalandırılır. Əgər, belə deyək də, bir oyuncu bir texniki fol edibsə, deməli, necə oldu? Rəqib komanda gəlir, bizə bir cərimə atışı edib. Yox, deməli, əgər oyuncu, texniki fol deyirəm, diqqətlə baxın. Oyuncu 2 texniki fol etsə, həm oyundan kənarlaşır, həm də rəqib gəlir, bizə bir cərimə atışı yerinə yetirilir. Deməli, ikinci texniki folu neynədi? Oldusa oyundan kənarlaşır. Yox, bir dənə texniki fol edibsə, rəqib gəlib bizə bir cərimə atışı etmiş olur. Artıq ikincidə həm oyundan kənarlaşır oyuncu, həm də rəqib gəlib bizim səbətimizə bir dənə cərimə atışı etmiş olur. Bəs qeyri-idman folu nədir? Qeyri-idman folu isə, bax, Q hərfindən göstərirəm. Bir oyuncu əgər 2 qeyri-idman folu edərsə, həm oyundan kənarlaşır, plus da 2 dənə gəlib bizim səbətimizə rəqib komanda cərimə atışı edilir. Deməli, bir oyuncu 2 qeyri-idman folu edirsə, oyundan kənarlaşır, bir də 2 cərimə atışı olaraq rəqib gəlib bizim səbətimizə cərimə atışı edir. Period folunda dedik sizlərə, indi baxırıq diskvalifasiya. Diskvalifasiya ən oyunda, belə deyək də, ağır cəza almadır ki, diskvalifasiyada oyuncu birbaşa xaric edilir. Yəni, heç nəyə baxmır. Bir dənə diskvalifasiya etdinsə, o birisilərdə ikisini edirdin. Məsələn, belə deyək də, texniki folda 2 dənə texniki fol etsək, ondan kənarlaşırdı. Qeyri-idmanda 2 qeyri-idman fol edirdiksə, kənarlaşırdı. Amma diskvalifasiya ən ağırıdır. Bircə dənəsini etdikcə birbaşa oyuncu oyundan kənarlaşdırılır və komandanın maksimum səbətinə də bizim komandanın da gəlir rəqib komanda 2 dənə, belə deyək, cərimə atışı yerinə yetirilir. Bəs diskvalifasiya nə vaxt olmur, nə zaman verilmir? Bax, hər iki komanda, A komandası da, B komandası da diskvalifasiya edibsə qarşılıqlı olaraq, burada heç bir oyuncu cərimə atışı yerinə yetirmir. Hər bir komanda deməli diskvalifasiyaya yol veribsə, deməli burada heç bir komanda deməli yerinə yetirmir. Sonra bir məqamda oyuncu bir texniki, bir qeyri, baxın, bir texniki fol edib oyuncu, bir də qeyri-texniki edibdir. Heç nə gözlənilmir. Oyuncu, yəni oyundan kənarlaşdırılır. Bir texniki, bir qeyri-texnikada da oyundan kənarlaşdırılmış olur. İndi baxırıq müəllimlər, bax bunlar bizim
follarımız haqqındaydı. Ümumi məlumat verdim. Bir də təkrar eləyim. Deməli, fol limitimiz necə oldu? Komandanın bir periodda, yəni dövrədə fol limiti 5 oldu. Oyunçunun isə üzr sayın 4 oldu. Oyunçunun isə 5 oldu. Yəni ümumi basketbolda, yəni 4 periodda 5 oldu. Əgər periodlar dolubsa, 6-cı perioda keçibsə, deməli, oyuncu bu zaman fol limiti beşdirmiş hesab olunur. Oyuncu belə deyək də, həm oyundan kənarlaşdırılır, həm də bir dənə gəlib bizə cərimə atışı atılmış olur. Texniki fol edərkən bir dənə cərimə atışı ilə cəzalanırıq, amma oyuncu deməli 2 dənə texniki fol edibsə, oyundan kənarlaşır, həm də rəqib gəlib bizə bir cərimə atışı vurur. Qeyri-idman folunda bir oyuncu 2 qeyri-idman folu edirsə, həm oyundan kənarlaşır, 2 cərimə atışı da verilir. Period folu. Period folunu dedik, yəni oyuncu 5 perioddan artıq etsə, oyundan kənarlaşır. Diskvalifasiya ən ağırı idi. Bunun bir dənəsini etdisə, deməli ikisinə baxmırlar. Bir dənəsini etdisə, oyundan oyuncu kənarlaşır. Bir də komandanın səbətinə 2 cərimə atışı verilmiş olur. Diskvalifasiya dedik, nə zaman verilmir? Hər iki komandanın oyuncusu eyni anda belə deyək də diskvalifasiya etdisə, heç bir komandaya cərimə atışı verilmir. İndi müəllimlər biz baxırıq basketbol anlayışına. Bax, basketbol. Basketbol nədir? Basketbol, yəni ki, fol dedik nədir? Qayda pozuntusu. Mən səbətə topu atdığım yerdə, mən səbətə topu atıram. Top səbətə keçir. Bax, mən səbətə atdığım yerdə rəqib gəlir mənə qarşı qayda pozuntusu edir. Bax, bu basketbol adlanır. Mən 6.75-də dayanmışam bax burada. Topu səbətə atıram. Top gəlir səbətə keçir və mənə qarşı fol olubsa, yəni qayda pozuntusu olubsa, deməli mən 3 xal qazandığımla bərabər 3 xalı qazanıram keçibsə. 3 xalla bərabər bir dənə də gəlirəm buradan cərimə atışı atıram öz komandamın xeyri üçün. Amma yox, əgər mənim söhbətə topum keçmədisə, xaricdəndirsə, gəlirəm elə məhz buradan 3 dənə cərimə atışı yerinə yetirirəm. Deməli, səbətdən top keçdisə, 3 xalı qazanıram, üstə gəl də plus bir cəriməni atışın yerinə yetirirəm. Yox, səbətdən topum keçməyibsə, basketbolda, yəni qayda pozuntusunda, mən gəlirəm 3 dənə cərimə yerinə yetirmiş oluram. Bax, həmən qayda 6.75 harda olurdu daxilində? 6.75-in daxilində də mənə edibsə, top gəlir səbətimdən keçir. 2 xal plusda bir cərimə atışı atmış oluram. Yox, əgər top səbətimdən keçmədisə, 2 cərimə atışı həyata keçirmiş oluram. Bax, gəlirəm, dururam, buradan deməli 2 dənə cərimə atışı yerinə yetirirəm. Bax, bu da bizim nəyimiz idi? Deməli, basketbol olanda hansı texniki məğlubiyyətlər verilir. Sonra müəllimlər, burada bir dənə qaldı, bizim hakimlərimizi qeyd etmədim. Hakimlərimiz 7 heyətdən ibarətdir, yəni 7 nəfərdən 3 meydan, 4 masa hakimi yadımızda qalsın. Deməli, hakim heyətimiz neçədir? 7 nəfər, 3 meydan, 4 masa hakimi.